Sizcə, müasir telekommunikasiya mega layihəsi, qədim Çin fəlsəfəsi və gəlirliyi düz 85% olan avtomatlaşdırılmış məftil bükmə texnologiyasının ortaq nöqtəsi nədir? Sual ilk baxışdan açığı tamamilə fərqli dünyaları birləşdirilmiş kimi səslənir. Yəni, sanki bu üç anlayış bir-biri ilə ümumiyyətlə əlaqəsiz, fərqli qalaktikalara aiddir. Hə, kənardan elə görünür. Lakin biz bu korporativ strategiya detallarını, fəlsəfi təhlilləri və iqtisadi modelləri bir araya gətirəndə Mənzərə tam dəyişir. dəqiq, onların riyazi bir dəqiqliklə eyni ox ətrafında birləşdiyini görürük. Bax, bugün biz məhz o oxun ətrafında fırlanan, yəni Digital Silk Way, rəqəmsal ipək yolu adlanan nəhəng bir layihənin pərdə arxasına baxırıq. Xoş gəlmisiniz bu dərin analizimizə. Bizim missiyamız bugün layihənin sadəcə texniki tərəfini yox, onun vizual kimliyinin, yəni brandinginin necə təkamül etdiyini araşdırmaqdır. Çünki ortada çox maraqlı bir keçid var. Yəni sadə, bir 2D logotipdən, qəliz, çox ölçülü, 3D, belə deyək, sferikal topologiyasına keçid. Sferikal. Biz bunun həm qlobal siyasət, həm də iqtisadiyyat üçün niyə həlledici rol oynadığını aydınlaşdıracağıq. İndi bizi dinləyirsiniz və yəqin düşünürsünüz ki, mənə nə qlobal fiber optik layihələrin dizaynından Və ya Çin fəlsəfəsinin dənizaltı kabellərə aidiyyatı var, düzdür? Dəqiq. Amma inanın mənə, bu hekayəni diqqətlə dinləməyə dəyər. Yəni, biz çox vaxt elə bilirik ki, milyardlarla dollarlıq mega layihələr sadəcə beton, polad və dənizin dibinə uzanan qara kabellərdən ibarətdir. Halbuki işin əsli heç də elə deyil. Əsla elə deyil. O kabellərin gətirdiyi qlobal uğur və investor inamı onların necə simvolizə edilməsindən asılıdır. Beynəlxalq masalarda hansı fəlsəfi mesajı verməsindən və işin ən maraqlı tərəfi, bu simvolların fiziki istehsal iqtisadiyyatından birbaşa asılıdır. Yaxşı, gəlin bunu aydınlaşdıraq. Başlayaq. Deməli, bu sadəcə bir qrafik dizayn tənqidi deyil. Biz burada məlumatın, gücün və fəlsəfənin vizual şəkildə necə kodlaşdırılmasından danışırıq və həmin kodların birbaşa beynəlxalq investorların qərar qəbul etmə mexanizmlərinə necə təsir göstərməsindən bəhs edirik. Yəni, vizual identiklik artıq sadəcə bəzək deyil. Qətiyyən, o artıq qlobal etimadın valyutasıdır. Əla. Gəlin əvvəlcə təməli düzgün quraq. Bizim müzakirə etdiyimiz bu Digital Silk Way layihəsi tam olaraq nədir və onun hazırki logosu ilə bağlı problem nədən ibarətdir? Çünki o 3D topologiyasının qəliz dünyasına baş vurmazdan əvvəl ortadakı real məhsulu anlamaq lazımdır. Yaxşı, deməli, qısaca DSV kimi tanınan bu təşəbbüs NQ Sol Holding və onun törəmə şirkəti olan Azertelekom tərəfindən həyata keçirilən beynəlxalq miqyaslı bir infrastruktur layihəsidir. Yəni nəhəng bir layihədən danışırıq. Bəli. Miqyas dedikdə Avropa və Asiyanı birləşdirən, bilavasitə Xəzər dənizinin altından keçən böyük bir fiber optik şəbəkəni nəzərdə tuturam. Saniyədə 400 terabit sürətlə data ötürəcək bir dəhliz düzdür. Dəqiq. Yeni qitələr arası rəqəmsal dəhliz. Və hər bir qlobal təşəbbüs kimi bu layihənin də özünü dünyaya təqdim etməsi üçün vizual kimliyi, yəni bir brendingi var. Hazırki brending dünyanın ən məşhur reklam agentliklərindən biri Leo Burnett tərəfindən hazırlanıb. Aha, mən o loqonun dizayn sənədlərinə baxdım sənədlər arasında, yəni estetik cəhətdən həqiqətən də qüsursuzdur. Çox gözəldir. İki fərqli rəngdə belə bir-birinə doğru uzanan axıcı xətlər var. Qitələr orası bağlantını çox gözəl simvolizə edir. Amma problem də elə buradadır. Hə, problem onun formatındadır. Dəqiq. O tamamilə 2D formatındadır. Yəni sadəcə yastı, düz bir səth üzərində çəkilmiş xətti tranzit simvoludur. Mən bunu həmişə belə təsəvvür edirəm, bilirsən, mövcud 2D loqo dünyanın o düz, kağız üzərindəki siyasi xəritəsinə bənzəyir. Çox yaxşı analogiyadır. Yəni bəli, işi görür, sizə harada olduğunuzu göstərir, sizi A nöqtəsindən B nöqtəsinə aparır. Lakin o kağız xəritə dağların nə qədər hündür olduğunu, okean dərələrinin dərinliyini heç cür çatdıra bilmir. Layihənin həqiqi mürəkkəbliyini gizlədir bir növ. Tamamilə. Yəni o çoxölçülü təbiət yoxdur ortada. Bax, məhz bu cür vizuallaşdırmaq lazımdır məsələni. Çünki biz artıq rəqəmsal əkizlər, yəni Digital Twins adlanan texnologiya erasına qədəm qoymuşuq. Aha. Bugün mühəndislikdə, mega layihələrdə hər şeyin 4D, hətta real vaxt datasını özündə cəmləşdirən 5D modelləri yaradılır. Belə bir dövrdə 10 milyard dollarlıq transkontinental layihəni yastı bir loqo ilə təmsil etmək doğrudan da yetərsiz qalır. Yaxşı,
Bəs investorlar niyə buna bu qədər fikir verir? Niyə? Düşünün ki, Desvel layihəsinə pul yatıran o sərmayəçilər, qlobal texnologiya nəhəngləri sadəcə layihənin hansı coğrafi istiqamətdə getdiyini bilmək istəmirlər. Daha detallı məlumat istəyirlər. Bəli, onlar başa düşmək istəyirlər ki, bu şəbəkə zəlzələyə nə dərəcədə davamlıdır, Xəzər dənizinin dibindəki seysmik aktivlik zonalarından keçərkən məlumat necə qorunacaq, xəttlərdən biri qırılarsa, Marşrut necə təkrarlanacaq? sistem özünü necə bərpa edəcək? 2D loqo bütün bunları deyə bilmir axı. O statikdir, yəni nəfəs almır, dərinliyi yoxdur. Yastıdır, hə. Amma bir dəqiqə, mən burada biraz skeptik yanaşmalıyam bir məsələyə. Yəni, bəs bütün o dizaynda sadəlik ən uca zirvədir qanunları necə oldu? Dünyanın ən çox tanınan brendlərinə baxaq da. Məsələn, Nike. Nike'ın sadəcə bir xəttdən ibarət işarəsi var, o swoosh dediyimiz. Onlar niyə 4D modellərə qaçmırlar? Niyə belə mürəkkəb layihə, mütləq qəliz, izah edilməsi vaxt aparan bir 3D modelə ehtiyac duysun? Yəni, sadəlik daha yaxşı deyilmi? bax, dizaynda sadəlik həqiqətən də çox güclü silahdır. Amma burada əsas məsələ sənin bazara nə təklif etməyindir. Deməli, Nike bizə nə satır? İdman ayaqqabısı, həyat tərzi və ən əsası o emosiyanı satır. Just do it emosiyasını, hə? Dəqiq. Emosiyanı çatdırmaq üçün də sadəlik əladır. Lakin Digital Silkway ayaqqabı satmır axı. O, qlobal tranzit xidməti, kiber təhlükəsizlik və yəni Xidmət səviyyəsi razılaşmaları satır. tamamilə fərqli bir miqyas. Təbii ki, B2B segmentində, yəni biznesdən biznesə satışlarda qaydalar tamamilə fərqlidir. Araşdırmalar da göstərir ki, korporativ müştərilər 3D loqotipləri daha real, daha mötəbər qəbul edirlər. Yəni, o ağırlığı hiss etmək istəyirlər. Bəli, 3D vizualizasiya izləyicinin şuurunda layihənin kütləsini artırır. İnvestor masaya 100 milyonlarla dollar yatıranda vərəqdə sadəcə yastı bir xətt deyil, fəzada işləyən mürəkkəb bir arxitektura görmək istəyir. Psixoloji bir mesaj verir. Bəli, yəni bu layihə mürəkkəbdir, çünki həll etdiyi problem mürəkkəbdir mesajını verir investorlara. Aydındır. Bir dəfə bir alim demişdir. Dünyanı sözlər və ya qanunlar deyil, işarələr və simvollar idarə edir. Konfutsi. Deməli, gələcəyin rəqəmsal infrastrukturunu satırsansa, sadəlik heç də hər zaman qızıl qayda deyil. Elədir. Yaxşı, əgər bu qlobal masada 2D loqo oyunu uduzursa, o zaman bizi əvəzləyəcək bu 3D model tam olaraq nədir? Və bax, məsələ burada həqiqətən maraqlı hal alır. Çünki bu texnoloji formanın Çinin qlobal xarici siyasəti ilə hansı gizli əlaqəsi var? Deməli, sənədlərin bizə təklif etdiyi o spiral modelin xüsusi bir adı var, spiral. Spiral. Amma bunu klassik, sadəcə belə fırlanan silindrik spiral kimi təsəvvür etməyin. Bu tamamilə fərqli bir həndəsi topologiyadır. Necə yəni? Fərqi nədir ki? Gözünüzün önündə canlandırmağa çalışın. İki fərqli, bir-birinin tam güzgü əksi olan sarğı var. Riyaziyyatda buna güzgü antisimmetrik deyirlər. Və bu iki sarğı mərkəzdə bir S şəkilli ilgəklə birləşir. Aha, yəni qırılmır. Qətiyyən, kənarlardan qırılıb təzədən başlayan bir şey yoxdur. Bir sarğı mərkəzdən keçərək digərinə axıcı şəkildə çevrilir. Sonsuz bir dövrə yaradır. Yaxşı, mən bunu izləyicilər üçün sadə bir silindir analogiyası ilə başa salmağa çalışım. Təsəvvür edin ki, əlimizdə bir silindir var. Siz ona tam kənardan yandan baxanda sadəcə bir düz bucaqlı görürsünüz, düzdür? Düzdür. Amma həmin silindri çevirib tam üstdən baxanda mükəmməl bir dairə görürsünüz. Baxın, bu spiralın sehri də buradadır. Layihə məlumatlarında çox maraqlı bir detal var. Hə, o vizual effekt məsələsi. Bəli. Sən bu mürəkkəb 3D spiral modelinə tam ucundan, yəni mühəndislik dili ilə desək, torçevoy proyeksiyadan baxdıqda o fəza mürəkkəbliyi yığcamlaşır. Və nə görürük? Və qarşında mükəmməl şəkildə qədim Çin taycı, yəni hamımızın yaxşı tanıdığı inyan simvolunu əmələ gətirir. Yəni 3D fəzada mürəkkəb bir Avropa-Asiya şəbəkəsidir, amma ön cəbhədən inyan rəmzidir. Bu çox ciddi bir məqamdır. Və onu da qeyd edək, təbii ki, biz burada siyasi tərəf tutmuruq, sadəcə sənətdəki məlumatları analiz edirik.
Bilirik ki, bu taycı simvolu eyni zamanda Çinin bir kəmər bir yol təşəbbüsünün, yəni BRA-nın rəsmi logosudur. Demək olar ki, eyni həndəsi xarakterə malikdir. Bax, bu geosiyasi strategiyada dahiyana bir gedişdir. Bilirsən niyə? Niyə? Çünki sən DSW layihəsinin xətti tranzitini, yəni Avropadan qopub, Aziyaya tərəf uzanan o birbaşa xətti, Çinin bir kəmər, bir yol layihəsinin dairəvi hər şeyi içinə alan qlobal inteqrasiya xarakteri ilə tək bir formada birləşdirirsən. Yəni, hər iki tərəfə öz istədiyini verirsən. Dəqiq. Sən Avropalı tərəfdaşlarına 3D sferalın o müasir dinamikasını göstərirsən, Asiyalı, xüsusən də Çinli tərəfdaşlarına isə layihənin inyan proyeksiyasını. İnandırıcı səslənir. Amma bu sadəcə vizual fokus deyil. Bunun arxasında çox dərin bir fəlsəfə dayanır. Daosizmin fəlsəfəsində, xüsusən də o Uvey anlayışında bu simvolizmin tam izahı var. Aha, Uvey. Çin fəlsəfəsində bu, səhv etmirəmsə, əksər hallarda heç nə etməmək kimi tərcümə olunur, elə deyil. Qərb dillərinə çox vaxt o cür tərcümə edilir, lakin o tərcümə konsepsiyanı bəsitləşdirir. Bəs əsl mənası nədir? Aha, Vey. Əslində ziddiyyət yaratmadan, məcbur etmədən, təbii axınla hərəkət etmək deməkdir. Bunun ən gözəl nümunəsi sudur. Su, yəni necə? Su axarkən, qarşısına bir qaya çıxanda onunla döyüşmür, qayanı qırmağa çalışmır ki, o qayanın ətrafından süzülür, formasına uyğunlaşır və sonda yenə də öz hədəfinə, okeana çatır. Yəni, Uvey manesiz axın sənətidir. Çox gözəl fəlsəfədir. İndi gəlin bir anlıq klassik 2D inyan simvolunu göz önünə gətirək. Orada qara və ağ tərəflər var və onların arasında sərt, kəskin bir S şəkilli sərhəd xətti mövcuddur. Hə, bir-birindən tam ayrılıblar. Onlar kainatın balansı üçün bir-birini tamamlasalar da, sanki eyni müstəvidə bir-birini sıxışdırırlar, rəqabət aparırlar. Lakin 3D spherical modelində... Bəli, lakin bu 3D spherical modelində o ziddiyyətlər, yəni o iki fərqli sarğı, fəzada eyni anda mövcuddur. Onlar bir-birinin içindən süzülüb, keçir, bir araya gəlir, amma əsla bir-birinə çırpılmır. Sərt sərhəd yaratmırlar. Qətiyyən. Və heç bir sürtünmə əmələ gətirmirlər. Onlar eyni fəzanı paylaşaraq, bir-birinə mane olmadan sonsuz bir dövrə yaradırlar. Bax, bu Uvey fəlsəfəsinin təmiz, fiziki təcəssümüdür. Bəs bütün bunlar real dünyada, real siyasətdə nə deməkdir? Məncə bu o deməkdir ki, diplomatik görüşlərdə, qlobal iqtisadi forumlarda sən qarşı tərəfə elə bir simvol təqdim edirsən ki, o səssizcə bir mesaj verir. Hansı mesajı? Yəni deyir ki, baxın, bizim layihəmiz sizin stratejiyanızla rəqabət aparmır. Biz sizin qarşınıza sərt sərhədlər çəkmirik. Biz eyni qlobal məkanı paylaşırıq. Və təbii axınla böyüyürük. Dəqiq. Bu sadəcə dizayn deyil, dövlətlə arası mesajlaşmanın, iqtisadi diplomatiyanın ən üst səviyyəsidir. Amma yenə də, gəlin reallığa qaydaq. Qaydaq. Bütün bu fəlsəfə qulağa çox xoş gəlir, lakin fəlsəfə dənizin altından fiberoptik kabel çəkmir, düzdür? Elədir. Bu qədər dərin, abstrakt bir konsepsiyaya sən fiziki, əllə tutula bilən, stolun üstünə qoyula bilən və ən əsası büdcəni dağıtmayan bir formanı necə verirsən? Çünki sənədlərdə bunun istehsal iqtisadiyyatından bəhs edilir və məncə ən maraqlı hissə də budur. Bax, elə nəzəriyyədən praktikaya keçdiyimiz nöqtə tam olaraq budur. Sənədlər bu sferalın fiziki obyekt kimi kütləvi istehsalı üçün çox maraqlı və gözlənilməz bir tövsiyə verir. Nə təklif edirlər? Biz hamımız bilirik ki, adətən belə mürəkkəb 3D formaları yaratmaq üçün müasir dövrdə 3D çapdan istifadə edirlər. Yaxud da klassik üsulla metalı əridib qəlibə tökürlər. Lakin ekspertiza bu iki üsuldan qəti şəkildə imtina etməyi tələb edir. Niyə imtina edirlər? Yəni, ən məşhur üsullar bunlardır da. Çünki metalı əridib qəlibə tökəndə o soyuyarkən içərisindən qazlar xaric olur və metal məsaməli, mikroskopik hava boşluqları ilə dolu bir hala gəlir. Aha, yəni keyfiyyət aşağı düşür. Bəli, belə metal həm davamlılığını itirir, həm də vizual olaraq qeyri-kamil görünür. Bəs əvəzində nə təklif olunur? Sənayedə belə bir termin var, CNC məftil bükmə texnologiyası. Bir dəqiqə. Yəni sadəcə zavodda kompüterə qoşulmuş maşınlar adi bir məftili götürüb fəzada əyib bükürlər. Bu milyard dollarlıq layihə üçün biraz bəsit səslənmir?
Açığı səsləndiyi qədər bəsit deyil, mühəndislik və xüsusən də iqtisadi cəhətdən bu əsl dahillikdir. Təsəvvür edin ki, böyük bir rulonda qızıl, gümüş və ya latun məftil var. Aha, CNC maşını o soyuq, bərk məftili alır, insan əlinin edə bilməyəcəyi inanılmaz bir sürət və qüsursuz riyazi dəqiqliklə kompüterin verdiyi koordinatlar əsasında o spiral formasına bükür. Maşın metalı əritmir, onu kəsmir və burada ən böyük möcüzə baş verir. Sıfır material itkisi. sıfır itki. Tamamilə. Sən hər dəfə yeni məhsul üçün bahalı qəliblər hazırlamırsan, ərimiş metal dumanı yaratmırsan. Nəticədə tamamilə sıx, möhkəm və ekoloji cəhətdən təmiz fizika obyekt əldə edirsən. Yəni itkisiz və təmiz istehsal təbii ki, hər bir sənayeçinin xəyalıdır, bu aydındır. Amma məni hesabatlarda şoka salan əsas məsələ arxadakı o qorxunc dərəcədə yüksək gəlirlik marjasıdır. Mən o rəqəmləri görəndə inana bilmədim. Heç bir səhv yoxdur orada. Düşündüm ki, bəlkə nədəsə səhv var, amma sən deyirsən yoxdur. Yoxdur, gəlin iqtisadi modelin içinə girək. Təsəvvür edin ki, beynəlxalq forumlar üçün korporativ bir suvenir hazırlayırıq. Materialımız premium təsir bağışlayan latundur. Hesablamalara görə bir ədəd belə sferalın istehsalı, yəni elektrik xərci, latun məftilimi öz dəyəri, işçi qüvvəsi və qablaşdırma da daxil olmaqla cəmi $10 20 sent ilə $11 70 sent arasına başa gəlir. Ciddi deyirsən, bütün bu fəlsəfi obyektin maya dəyəri cəmi $10-12 Bəli. Lakin sehr satış və ya dəyərləndirmə mərhələsində baş verir. Bu məhsul adi bir suvenir dükanında satılmır axı. O, dövlət protokolu səviyyəsində, yüksək səviyyəli texnoloji konferanslarda diplomatik hədiyyə kimi təqdim edilir. Aha, B2B bazarlarında. Dəqiq. Və bu segmentdə həmin məhsulun korporativ dəyəri bazarda $80-dan $150 qədər qiymətləndirilir. Vay. Yəni siz bir obyekti $12 başa gətirib $150 ekvivalent dəyərdə təqdim edirsiniz. Bu, təxminən 85%-dən çox ümumi marja deməkdir. 85%? Bəli. Bu hardware istehsalında həqiqətən fantastik, hətta anomaliya sayılacaq qədər yüksək bir göstəricidir. Rəqəmlər həqiqətən heyrətamizdir. Amma mənim içimdəki o şübhəci səs yenə də tillənir. Axı biz ciddi texnologiya rəhbərlərindən danışırıq. Tutaq ki, Huawei və ya Alibabanın top meneceri qarşınızda əyləşib. Bu adamlar doğrudan bu maşında qatlanmış $12 bir latun parçasına $150 dəyər biçməyə razı olacaqlar. Yəni, o adamlar axmaq deyillər axı. Əlbəttə deyillər. Niyə rəhbərlik sadəcə gedib onlara ənənəvi olaraq bahalı qızıl bir qələm və ya çox lüks bir İsveçrə saatı bağışlamır? Niyə məhz məftil? Çox haqlı bir şübhədir. Amma diplomatik protokol və qlobal biznes əlaqələri adi insanların hədiyyələşmə məntiqi ilə işləmir. Burada iki fundamental prinsip var. Nələrdir onlar? Birincisi, mədəniyyət faktoru. Asiya mədəniyyətində, xüsusən də Çində, diplomatik hədiyyə olaraq saat vermək ən böyük tabulardan biridir. Doğrudan niyə ki? Çünki saat vaxtın bitməsini, həyatın sonunu, yəni ölümü simvolizə edir. Sən tərəfdaşına saat verə bilməzsən. Bunu bilmirdim. Çox maraqlıdır. İkincisi və ən əsası, burada dəyərə əsaslanan qiymətləndirmə adlanan prinsip işə düşür. Yəni, tərəfdaşların dəyər verdiyi şey o məftilin qramı deyil. D-istiyo masaya oturanda qarşı tərəf bu sifralı rəqəmsal dünyanın fiziki avatarı kimi qəbul edir. Yəni, hekayəni alırlar. Dəqiq. Sən onlara eksklüziv bir hekayə verirsən. Qlobal tranzit şəbəkəsini, onların öz qədim UV fəlsəfəsini və tamamilə ekoloji təmiz yüksək texnologiyanı bir araya gətirən bir hekayə. Aydındır. Yəni, obyekti qiymətli edən materialı yox, təmsil etdiyi statusdur. Bəli. Və o inanılmaz 85%lik marja məhz bu hekayəyə, bu unikal simvolizma verilən dəyərin özüdür. Bunu sadəcə daha böyük mənzərə ilə əlaqələndirsək, hər şey aydın olur. Çox maraqlıdır. Yəni, biz onlara əslində sadəcə stolun üstünə qoyulacaq bir əşya deyil, gözə görünməz rəqəmsal şəbəkənin fəlsəfi kodunu fiziki olaraq əllərində tuta biləcəkləri bir fəlsəfəni satırıq. Görünür, düzgün qablaşdırılmış fəlsəfə doğrudan da çox bahalı və gəlirli bir məhsuldur. Tamamilə razıyam. Beləliklə, gəlin bugün sənədlərdən, korporativ modellərdən öyrəndiklərimizin hamısını bir yerə toplayaq. Biz haradan başladıq və hara gəldik?
Xəzər dənizinin altından keçən kabellərin vizual təqdimatından, yəni layihəni kağız xəritə kimi göstərən sadə 2D yastı xətlərdən başladıq. Və gördük ki, investorlara layihənin miqyasını göstərmək üçün bu 2D format heç cür kifayət etmir. Bəli, daha sonra biz o 2D loqonu götürdük və onu üçölçülü fəzada qatladıq. Sfiral formasına. Dəqiq. DSV layihəsinin tranzit təbiətini qədim Çin fəlsəfəsi ilə UV anlayışı ilə birləşdirdik. Nəticədə 3D sfiral modeli tam qarşıdan baxıldıqda minillik taytsi simvoluna çevrildi. Və sonda bütün bu qlobal fəlsəfəni heç bir material tullantısı yaratmayan məftil bükmə texnologiyası vasitəsilə necə 85% marjalı, gəlirli bir biznesə çevirməyin mümkün olduğunu anladıq. Bütün bunlar mənim üçün yalnız bir şeyi sübut edir. Nəyi? Məlumat yükünün beynimizi partladacaq dərəcədə çox olduğu bu dövrdə qlobal investorları inandırmaq üçün ən güclü vasitə hələ də düzgün seçilmiş simvoldur. Bu sadəcə mühəndislərin işi deyil. Bu, informasiyanın və geosiyasətin insan şuuruna ən sadə şəkildə necə kodlanması sənətidir. Əlavə edəcək heç nəyim yoxdur. Simvolizmin düzgün iqtisadi modellə birləşməsi doğrudan da rəqəmsal dövrün ən təsirli silahıdır. İndi isə bütün bu eşitdiklərinizdən sonra sizi bu həftə tək başına düşünəcəyiniz kiçik bir sualla baş-başa buraxmaq istəyirəm. Söhbətimiz bitdikdən sonra telefonunuzu əlinizə alın. Hər gün bəlkə də 10 dəfə istifadə etdiyiniz hər hansı bir tətbiqin, məsələn, ən sevdiyiniz sosial şəbəkənin o düz 2D logosuna diqqətlə baxın və bircə anlıq düşünün. Əgər siz doğrudan da o yastı loqonu barmaqlarınızla ekrandan tutub çıxara bilsəydiniz, onu üç ölçülü fəzada öz ətrafında fırlada bilsəydiniz, o sizə reallıq haqqında hansı gizli sirri və ya hansı yeni ölçünü göstərə bilərdi. Bəlkə də hər gün baxdığımız o sadə xətlərin arxasında heç vaxt görmədiyimiz tamamilə başqa bir kainat var. Hər zaman ətrafınızdakı sadə görünən hər şeyə, xüsusən də sizə təqdim edilən simvollara sual verməyə və onların arxasındakı fəlsəfi dərinlikləri kəşf etməyə davam edin. Hələlik. Hələlik, özünüzə yaxşı baxın.